gelip, en şirin, en güzel arzular gelip, təbiət elində xonçalar gelip, Novruz bayramınız mübarek olsun. Təbiət elində xonçalar gelip, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramınız mübarek olsun. Seneni düzülüp indiyan yana, hoş etir yayılır bu şirin cana. Seneni düzülüp indiyan yana, hoş etir yayılır bu şirin cana. Bahar hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Novruz hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramınız mübarek olsun. Bayramlar güzeli Novruz bayramı, elimin obamı, aziz bayramı. Bayramlar güzeli Novruz bayramı, elimin obamı, aziz bayramı. Koy desin yürekten, koy desin hamı, Novruz bayramınız mübarek olsun. Koy desin yürekten, koy desin hamı, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, aziz bayramınız mübarek olsun. Seneni düzülüp indiyan yana, hoş etin yayılır bu şirin cana. Seneni düzülüp indiyan yana, hoş etin yayılır bu şirin cana. Novruz hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Novruz hoş geliptir Azerbaycana, Novruz bayramınız mübarek olsun. Mübarek olsun.
Şəhəriniz xeyir olsun, əziz kənd qardaşlarım, elimizin, ovamızın gözəl sakinləri. Bu gözəl məkanda sizlərin hər birinizi Ulu Tanrının müqəddəs kəlamı olan salamla ürəkdən salamlayıram. Hər biriniz yaxşı bilirsiniz ki, xalqımız bu günlərdə iki müqəddəs bayramını yaşayır. Qəlblərə nur gətirən Ramazan bayramını, könüllərə təravəh gətirən Novruz bayramını xalqımız yüksək səviyyədə qeyd edir. İlk öncə Ramazan bayramı münasibəti ilə elimizin, obamızın bütün insanlarını təbrik edirəm. Oruç tutanlarımızın orucları qəbul olsun. Bəli, bugünün bahar bayramıdır. Novruz bayramı 1991-ci ildən Şəki kəndləri içərisində ilk dəfə məhz yüksək səviyyədə bizim kəndimizdə qeyd olunub və bugün də qısa müəyyən illər ixtisar olmaqla kəndimizdə bu ənənə davam edir. Və çox şükürlər olsun ki, bugün Novruz bayramı Azərbaycanın bütün ərazilərində qeyd olunur. 30 il işğal altında olmuş torpaqlarımızda da bugün artıq Novruz tonqalları yandırılır, Novruz bayramı yüksək səviyyədə qeyd olunur. Bu işğal olmuş torpaqlarımızı özümüzə qaytaran, özləri isə qayıtmayan bütün şəhidlərimizi istərdim bir dəqiqəli sükutla yad eləyək. Hər zaman ermənilərə qan otduran qazilərimizin, döyüşçülərimizin və bugün vətənimizin keşiyində duran əskərlərimizin şərəfinə sizlərdən gürültülü bir alqış istəyirəm. Eşq olsun Azərbaycan əskərinə. Bu gözəl tədbirimizi öz musiqi nömrələri ilə feyziyab eləyən, məclisimizi daha da gözəlləşdirən elolumuz Rəhman bəyin rəhbərlik elədiyi Gənclik İnstrumental Ansamblının bir qismi bu gözəl məclisdə iştirak edir. Hər biriniz yaxşı bilirsiniz ki, artıq 2012-ci ildən Rəhman qardaşımız kəndimizin tədbirlərində çox yaxından iştirak edir. Mən ona uzun ömür can sağlığı arzulayıram. Musiqiçilərimizin hər birinə təşəkkür edirəm. Elolumuz Emin bəy iştirak edir, Şükür bəy iştirak edir. Bu gözəl tədbirimizi led yaddaşlarına köçürən Ümbət bəy salamlayıram. Bəli, bu bayram tədbirinin keçirilməsinə böyük köməklik göstərən təşkilatçıları Araz qardaşımıza, Elmara, Turala təşəkkür edirəm. Onlara maddi cəhətdən dəstək duran insanlarımızın hər birinə uzun ömür,
can sağlıq arzuyuram. Bu bizim kəndimizin tədbiridir. Hər birinizdən xahiş edirəm ki, bizləri eşidə yüksək səviyyədə bir bayram şənliyi keçirək. İlk sözü mən böyük məmnuniyyətlə təbrik üçün Şəki şəhər İcra Hakimiyyətinin ərazi idarə etməsi üzrə kəndimizdə nümayəndəsi Məmməd Həmzətova verirəm. Buyursun Məmməd müəllim. Xoş gəlmişsiniz Məmməd müəllim. Bayramınız mübarək olsun. Sizlərdən bir təbrik eşidirik. Ondan sonra tədbirimizə başlayırıq. Buyurun. Çox sağ olun Əzmə müəllim. Hörmətli şəhid ailələrinin üzvləri, hörmətli kənd sakinlərimiz, mən də hər birinizi salamlayıram. Sizləri Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Bu il iki əziz bayramın eyni vaxtda təsadüf etməsi bizlər üçün sevindirici və mənalı bir gündür. Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını, Ramazan bayramı isə səbri, mərhəməti paylaşmağı və Allah sevgisinin təzəssümüdür. Bugün biz təbiətin oyanışını və insan qəlbinin saflanmasını istəyirik. Əziz kənd cəmaatı, Baş Zəyzid kəndi daim öz xeyirxah insanları, öz birliyi ilə seçilən kəndlərdən biridir. Mən kəndimizin abadlaşmasında, inkişafında əməyi keçdiyinizi bir daha vurğulamaq istəyirəm. Mən kəndimizin inkişafında əziyyəti çəkən şəxslərin gördüyü işlərin bir hissəsini qısa da olsa sizlərin nəzərinə çatdırmaq istəyirəm. Hal-hazırda Novruz bayramının təşkil olunmasında əziyyət çəkən insanların 1991-ci ildən bu yana Novruz bayramının keçirilməsində təşkilatçılıq edən insanların, əziyyət çəkən insanların hər birinə təşəkkür edirəm. İkinci olaraq bizim kənd qəbirstanlığında şəhidlərimizin abidə kompleksi var. Həmən abidə kompleksində bizim 9 şəhidimizin məzarı, bir itkilimizin şəkli olan lövhə var. Mən Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, onların ailələrinə səbir diləyirəm. Qazilərimizə Allahdan şəfa, müharibə iştirakçılarına və Azərbaycan askərinə can sağlığı arzulayıram. Şəhidlər abidə kompleksinin ərsəyə gəlməsində həqiqətən də kəndimiz böyük bir birlik göstərdi. 7-sindən 77-sinə qədər hər biri kəs öz bacardığı əziyyəti göstərdi. Kimisi öz duası ilə, kimisi əl gücü ilə, kimisi bir manatı ilə, kimisi daha yüksək məbləğdə kəndimizin cəmaatı birlik olaraq şəhidlər abidə kompleksini ərsəyə gətirdi. Bu abidə kompleksinin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Üçüncü olaraq vurğulamaq istəyirəm ki, kəndimizin qəbirstanlığa gedən yolun təmirində, qəbirstanlıq körpüsünün təmirində və onun ətrafında maşınların saxlaması üçün kəndimizin xeyirxah insanları öz dəstəyini göstərdi. Mən həmən insanlara da öz təşəkkürümü bildirmək istəyirəm. Dördüncü olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan ordusu 2020-ci ildə düşmənimiz üzərində 44 gün ərzində qələbə qazandı. Həmən qələbədə bizim kəndimizin də igid oğullarının əməyi oldu. Mən bizim həmin hərbiçilərimizə də öz təşəkkürümü bildirirəm. Həmən vaxt kəndimizin əhalisi birlik oldu. Təşkilatçı insanlar başda olmaqla ön cəbhədə vuruşan əskərlərimizə dəstək olaraq kəndimiz yardım kampaniyası təşkil etdi. Əskər payı, əskər üçün geyim, ərzaq ləvazimatları göndərdi. Dövlətimizə pul yardım olundu. Mən həmən insanlara da ayrılıqca öz təşəkkürümü bildirirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bizim igid əskərlərimiz müharibə qurtardıqdan sonra kəndə qaydarkən kənd cəmaatı birlik göstərdi. Koronavirus pandemiyasının sərt vaxtlarında kəndimizdən onlarla maşın döyüşçülərimizin qarşılanmasında iştirak etdi. Yüzlərlə insan əllərində bayraq, vətən sevgisi ilə döyüşçülərimizi qarşıladı. Mən həmən insanlara da öz təşəkkürümü bildirmək istəyirəm. Ola bilər mənim fikrimdən kəndimizdə abadlıq məqsədi ilə görülən işlərdən mənim fikrimdən çıxan olar. Mən ümumiyyətlə kəndimizin bütün abadlıq işlərində, kəndimizin inkişafında əziyyəti çəkən hər bir şəxsə öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Bu müqəddəs Ramazan bayramında oruç tutan hər bir kəsin Allah orucunu qəbul etsin, dualarını qəbul etsin. Qoy bu iki əziz bayram xalqımıza ruzi, bərəkət gətirsin. Baş Zəyzid kəndi həmişə öz birliyi, firavanlığı və dövlətə sədaqəti ilə seçilsin. Bir daha bayramımız mübarək olsun. Çox sağ olun.
Təşəkkür edirəm Məmməd müəllim, var olasınız. Deməli, əziz kənd sakinlərimiz, bizim ssenarimizdə bir qədər dəyişiklik olub. Bizim kəndimizin bilirsiniz ki, bədahətən söz demək qabiliyyəti olan evlatlarımız var. Səxavət Elşin, Elbruz və onların qonaqları bu gözəl tədbirimizdə iştirak edir. Onlar başqa bir tədbirə dəvət alıblar. İstərdim ilk öncə böyük məmnuniyyətlə mən sözü verim onlara. Səxavət Elşin, Elbruz başda olmaqla qonaqlarımızı dəvət edirəm. Əziz həmyerlilərimiz, dəyərli baş səzdəhli, biz də bu torpağın, bu kəndin evladıyıq, boynumuzun borcudur. Sizlər üçün meyxana demək, sizin bu tədbirimizdə iştirak eləmək, hər birimizi hər iki bayram münasibəti ilə təbrik edirik. Həmişə belə şadlıqlar, gözəl günlər nəsibiniz olsun inşallah. Bayramınız mübarək olsun, hamınızı təbrik edirəm. İnşallah gələn bu ilimiz uğurlu olsun. Təşkilatçıları hamısını salamlayıram. Bir daha bayramınız mübarək olsun. Salamlayıram hər kəsə, axşamınız xeyirli olsun, bayramınız xeyirli uğurlu gəlsin inşallah. Həmişə gözəl işlərə yığılsın bu cəmaət, bu tonqalın ətrafına. Mən də hər kəsin bayramını təbrik edirəm. Elə həmişə adətimiz bu cürünə davam eləsin. Ya Allah. İstəmərəm kimisə nigaran görək, biz insanı həmişə insan görək, kəndimizi bu cür firavan görək, qarşılayır fəsli bahar zəyzid, gözəl elin, gözəl diyar zəyzid, qarşılayır fəsli bahar zəyzid, gözəl elin, gözəl diyar zəyzid, gözəl elin, gözəl diyar zəyzid. Qədrini bil arzumanın rəhmanı, himni səslənibdir Azərbaycanın, müqəddəs tutub bu şuar zəyzid, müqəddəs tutub bu şuar zəyzid, qarşılayır fəsli bahar zəyzid, gözəl elin, gözəl diyar zəyzid, gözəl elin, gözəl diyar zəyzid. Bayramın haqqında olar söhbətim, diqqət edər mənim gözəl millətim. Kəndimə budur bu arzu niyyətim, çəkməsin heç dərdi qubarı zəyzid, çəkməsin heç dərdi qubarı zəyzid, qarşılayır fəsli baharı zəyzid, gözəl elin, gözəl diyarı zəyzid. Millətimiz pis işə yönəlməsin, igidlərin söyləyib öz kəlməsin, müharibə olmasın, şəhid gəlməsin, çəkməsin etbaq intizarı zəyzid, çəkməsin etbaq intizarı zəyzid, qarşılayın fəsli baharı zəyzid, qarşılayın gözəl diyarı zəyzid. Şairi var nə qədər fəndimiz, gözəldir hər kupletimiz, bəndimiz. O yerdə tanınıbdır kəndimiz, Azərbaycanın iftixarı zəyzid, Azərbaycanın iftixarı zəyzid, qarşılayır fəsli baharı zəyzid, gözəl elin, gözəl diyarı zəyzid. Zəyzidlilərə davətli olurlar, biri-birinə səxavətli olurlar, döyüşdə də cəsarətli olurlar, həmişə olub başı yuxarı zəyzid, həmişə olub başı yuxarı zəyzid, gözəl elin, gözəl diyarı zəyzid, qarşılayır fəsli baharı zəyzid, qarşılayır fəsli baharı zəyzid. Yandırın tonqalı biraz izləyək, yandırın tonqalı biraz izləyək, gələyə də bərkanı hər an gözləyək, gələyə də bərkanı hər an gözləyək, bizi də dəvət eyləyiblər söz deyək, verib bizə bu ixtiyarı zəyzid, verib bizə bu ixtiyarı zəyzid, gözəl elin, gözəl diyarı zəyzid,
qarşılayır fəsli baharı zərzir. İlahim Nəqqaşı kəndlilərdir, Şəki bir ocaqdır, başı kəndlilərdir, Şəki bir üzüydür, qaşı kəndlilərdir. Millətimin sərvəti var zəyzid, millətimin sərvəti var zəyzid, qarşılayır fəsli baharı zəyzid, gözəl elin gözəl diyarı zəyzid. Sözün qiyməti əntiqədir, bu yerdə söz zinəti əntiqədir. Zəyzidimin təbiəti əntiqədir, bir də çayın hər iki kənarı zəyzid, bir çayın hər iki kənarı zəyzid, qarşılayır fəsli baharı zəyzid, gözəl elin gözəl diyarı zəyzid. Kiçiyi, böyüyü, ağsaqqalı, hər kəsənin bu cür xoş olsun halı. Tural özün yandır gilan tonqalı, amma ki görməsin fajarı zəyzir, amma ki görməsin fajarı zəyzir. Gözəl elin gözəl diyarı zəyzir, qarşılayır fəsli baharı zəyzir. Bir başlayan bu tonqalı ürəklə alqışlayan, təbiətinə bəstəkarı zəyzid, təbiətinə bəstəkarı zəyzid, gözəlin gözəl diyarı zəyzid, qarşılayır fəsli baharı zəyzid. Bunu söz dedi, eşitdir ustam, söhbətini həmişə ciddir ustam, söhbət elə mənimlə ciddir ustam, bu kəndin adı baş zəyziddir ustam, baxma çoxsu deyir yuxarı zəyzid, baxma çoxsu deyir yuxarı zəyzid, qarşılayır gözəl diyarı zəyzid, qarşılayır fəsli baharı zəyzid, gözəl elin gözəl diyarı zəyzid, qarşılayır fəsli baharı zəyzid. Çönməsiz diyarı, sözdü onun dövləti sözdü varı, bunlara bugün elə vuraram udarı, hərci uçub çayın qırağına düşsün, hərci uçub çayın qırağına düşsün, hoppadan da tonqal ocağına düşsün, hoppadan da Sənin kimi yarla yolla gəlmişim, qələndə mən doldu yolla gəlmişim, deyirsən mənə ki pulla gəlmişim, yalancının gözü qabağına düşsün, yalancının gözü qabağına düşsün, hoppadan da bayram ocağına düşsün. Biz şairi söz yayınlar aləmə, sözlə qurmuşum nə gözəl məhkəmə, gecə kişisən gücün varmış eyləmə, mənalı sözlərin dodağına düşsün, mənalı sözlərin dodağına düşsün. Bizdə hər şey pəydə olmaq istəyir, bizdə bu cür tədbir olmaq istəyir, sənətkarla əlbir olmaq istəyir, Ruslan kim ki şair olmaq istəyir, gəlin bu elsinin ayağına düşsün, gəlin bu elsinin ayağına düşsün, hoppadan da bayram ocağına düşsün, hoppadan da bayram ocağına düşsün. baş açmıram bunların qəzəlindən, xoşum da gəlməyir heç əməlindən, gərək sözün olar tez təməlindən, uşaq odur ki ana qucağına düşsün, uşaq odur ki ana qucağına düşsün, hoppadan da bayram ocağına düşsün, hoppadan da bayram ocağına düşsün. Bu işlərdə qayda görməmişəm mən, Dumat kimi ayda görməmişəm mən, özgələr də fayda görməmişəm mən, kəndçinin işi kənd uşağına düşsün, kəndçinin işi kənd uşağına düşsün, bunu görün bayram ocağına düşsün, kullanın da bayram ocağına düşsün. Səni görüb yadağına düşsün, kullanan da bayram ocağına düşsün, kullanan da bayram ocağına düşsün. Boyun eğmemişəm yağı düşmənə, bir demişəm bir də deyiciyəm yenə, Cümlə arzu eyləyirsən mənə, ya Rabbim öz qabağına düşsün, ya Rabbim düz öz qabağına
düşsün, hoppadan da bayram ocağına düşsün. Pəhlivanlar güc ilə yarışarlar, sevgililər gizlicə danışarlar. Bu bayramda küsənlər barışarlar. Hamı məhəbbət ittifaqına düşsün, hamı məhəbbət ittifaqına düşsün. Hoppadan da bayram ocağına düşsün, hoppadan da bayram ocağına düşsün. Mənim sözümü gözləyən olmayacaqdı, ola bilər ki izləyən olmayacaqdı. Bunlardan heç söz deyən olmayacaqdı. Çətin səxavətin sınağına düşsün, çətin səxavətin sınağına düşsün. Hoppanan da bayram ocağına düşsün, hoppanan da bayram ocağına düşsün. Arzuman nəzər eləyir ocağa, 4 dənə şair yığılıb sınağa. Saxı istəyir ki gedə qabağa, səxavət istəyir gedə qabağa. Sözüm sırğa olub qulağına düşsün, sözüm gərək sırğa qulağına düşsün. Hopparanda bayram ocağına düşsün. Sağ ol Araz. Üzürlü sayasız bizim tədbirimiz var, gedəsiyik, bağışlayın. Üzür istəyir. Oğlum qardaş, evim var, Tural. Araz'a da salam deyərsən. Sağ olun qardaş. Hər birinizi çox sağ olun, var olasınız. Əziz kənd qardaşlarım, indi isə böyük məmnuniyyətlə söz verirəm Eloğlumuz. Artıq nəinki Şəkimizdə, Azərbaycanın müxtəlif regionlarından səsi sorağı gələn Eloğlumuz Rəhman bəyə söz verirəm. Buyur Rəhman bəy. Çox sağ ol Erzurum müəllim. Dəyərli kəndimin, toylu müsaxlı baş dərzi kənd sakinlərini, hər kəsi ürəkdən salamlayıram. Hər birinizin bahar bayramı, Novruz bayramı mübarək olsun. Bahar bayramı öz gəlişi ilə hər birinizə ruzi bol, bərəkət gətirsin. Süfrəniz hər zaman ruzili bərəkətli olsun. Elimizdə, obamızda hər zaman şanlıqlar, müsətlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin hər birinə şəfa diləyək. Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan əsgərinə. Bəli, artıq demək olar ki, 2008-ci ildən kəndimizin hər zaman keçirilən tədbirlərində canla başla istəmişəm, hər zaman fəal iştirak edeyim. Və hər zaman bizlərə bu yolda dəstək olan bütün təşkilatçıların hər birinə can sağlıq arz edirəm. Bu ərsəyə, bugünkü günə gəlib satmışıqsa, əlbəttə ki, sizlərin, kəndimizin, xalqımızın, elimizin, obamızın sayəsində satmışıq. Bütün əziyyəti olan, bahar bayramında əziyyəti olan hər kəsə özlərin təşəkkürümü bildirirəm. Əvvəlki illərdə Sadiq qardaşım, Azad, Vüqar, Allah rəhmət eləsin, Ələddin Rəsulova hər zaman fəal iştirak edib. Artıq bugün onların yolunu bizlər davam elətdiririk. Çalışırıq ki, kəndimizin, elimizin, obamızın, ağsaqqal ağbirçəklərin, ata-anaların, qardaş bacıların hər zaman qulluğunda olaq. Emin sənə şükür qardaşım sizlərə özlərin təşəkkürümü bildirirəm və mənə hər zaman mənəvi dəstək olan öz ansamblıma, öz kollektivimə, Bəşər sənə, Samir qardaşıma, Nami qardaşıma, Ümmət qardaşıma, Sərkərsənəm, bizim köhnə kameraman yoldaşımız Ramilə də xüsusi təşəkkürümü bildirirəm hər zaman, onların da əziyyət olur. Bir daha bayramınız mübarək olsun, bir gözəl musiqi ilə bütün rəqs eləmək istəyənləri, hər kəsi rəqsə dəvət edirik. Bahar bayramınız mübarək olsun deyirik, eşq olsun. Buyurun. Şərbəsə salam olun, biri də mənim olsun. Səmənin arzu gəlir, incə belində kəmər, baharın elçisini bəzəydilər əkilər. Səmənin arzu gəlir, incə belində kəmər, baharın elçisini bəzəydilər əkilər. Uzayan gəlir, bir barışsın ki sənlə, haneysi sən yar olsun, sevilənləri sevirlər. Yurdu uzayan gəlir, oy barışsın ki sənlə, haneysi sən yar olsun, sevilənləri sevənlər. Şəkər bulan bağlanan, bəzənlərin
səydən alsa, hər tərəf hər yan ətil vursa, sevən ürəklər arzuyan satır, gəl görüşəyiz bu iş baharda. Sevən ürəklər arzuyan satır, gəl görüşək biz bu iş baharda. Ay quşların səsi görünənəndir, sevgin ölməsi, bir-birin sevir, bu rəqayəti sevənlər bilir, gəl görüşəyiz bu iş baharda. Quşların səsi görünənəndir, sevgin ölməsi, bir-birin sevir, bu rəqayəti sevənlər bilir, gəl görüşək biz bu iş baharda, gəl görüşək biz bu iş baharda. Ürəkdən alqışlarla qardaşımıza dəvətimizi qəbul edib bizim kəndimizin bu xoş günündə iştirak edirlər. Onlardan biri də Qara Zurnanın mahir ifaçılarından biri olan bizim Şəkimizin gözəl sənətkarı Samir müəllimdir. Samir müəllimdən xahiş edirəm Qara Zurnada gözəl bir el havası səsləndirsin və qardaşlarımızı, arzu edən qardaşlarımızın hər birini rəqsə dəvət edirik. Gözəl bir el havası gəlir sizlərin şərəfinə.
müzakirələri. İndi isə sözü böyük məmnuniyyətlə ki, kəndimizin gənc istedadlı mühəndisi Erolumuz Emin Mehdiyevə verirəm və Eminin ifasında vətən müharibəsi iştirakçılarının hər birini musiqi meydana dəvət edirik. Novruz bayramımız mübarək olsun və gözəl musiqilərlə dostları, yoldaşları rəqsə dəvət edir. Oğlu var, kızım var, Azerbaycan'ın parlayan ulduzum var, Azerbaycan'ın. Doğmayacız dilimde, düşman varlayansın. Karabağ vətənimdir, vay 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 vay. Oğlu var, kızım var, Azerbaycan'ın parlayan ulduzum var, Azerbaycan'ın. Oğlu var, kızım var, Azerbaycan'ın parlayan ulduzum var, Azerbaycan. Eşk olsun. Gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Hep gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Bizim şekilde düşer, canımız falan düşer, güzel şekilleyende yolum cennete düşer. Bizim şekilde düşer, canımız falan düşer, güzel şekilleyende yolum cennete düşer. Gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Gelirsen bana çok naz edirsen, nazına canım kurban benim şekilli yarım. Bir ürəkli alqışlar Emin bəyi. Alqışlar gəlsin.
Köşəni durma. Dağlara düşüb ciddə baxsa bu. Əziz kənd sakinləri, mən tədbirimizin açılışında qeyd edim ki, bəli, bugünkü bu gözəl şənliyi həqiqətən də axıra kimi belə davam eləsə mənə çox xüsusi ləzzət eləyir. Hər zaman bizim tədbirlərimiz qarışırdı. Yəni, meydanımız çox balaca qalırdı, ancaq bugün saxlaya bilmişik. İstərdim axıra kimi də belə saxlayaq. Araz qardaşımdır, Elmar qardaşımdır, Tural qardaşımdır. Onlara maddi cəhətdən dəstək olan hər bir kəsə bir daha təşəkkür edirəm. Mənəvi cəhətdən onlara kömək olan, Şamxal başda olmaqla kəndimizin bütün zamanlarına təşəkkürümüzü bildirirəm və Şükür Sadıqovun ifasında gözəl bir mahnı ilə Şamxal başda olmaqla əziyyət çəkənlərin hər birini rəqsə dəvət edirik. Mən də öz növbəmdə bütün kəndçilərimizi bayramı təbrik edirəm. Hər birinin evində rozulu, bərəkətli günlər olsun inşallah. Gözəl musiqilər gəlsin, buyurun. Başına, durub babanın başına, aşı gözü qaracaq, aşı gözü qaracaq, həsrətinə xəstə düşdür, həsrətinə xəstə düşdür, eyləməklə saracaq, aşı gözü qaracaq, eyləməklə saracaq, aşı gözü qaracaq. Söz eşini bezim qalsa, söz eşini bezim qalsa, mən yanaram sən də yansan, mən yanaram sən də yansan. Özü bir kürəkən
Teşekkür ederim. Rəqs edənlər var olsun. Bir daha Şükür bəyə teşekkür edirəm. İndi isə gözəl bir mahnı səslənir. Görəsən dünyaya nöş gəlib insan. Buyur Rəhman. Və Eminin ifasında gözəl bir şən mahnı ilə Süleymanı rəqsə dəvət edir. Süleyman və onun ətrafını. Sədaqətli dostlarım, çox hörmətli dostlarım, Tanrı sizə yar olsun, məhəbbətli dostlarım. Yeah.
meşəbəy, ağrın alın meşəbəy, dərdin alın meşəbəy, adam alın meşəbəy, başına dönün meşəbəy. Rastlasın başına, aman mı sözün, göz göze vermeyir, duman mı sözün. Rastlasın başına, aman mı sözün, göz göze vermeyir, duman mı sözün. Küçələrdən keçib siqnal verirsən, küçələrdən keçib siqnal verirsən. Sən harda yatırsan, harda içirsən, sən harda yatırsan, harda içirsən. Qırmızı ışıqdan zormu keçirsən, qırmızı ışıqdan zormu keçirsən. Bilirəm daydayın, amanlı sürücü, bastasın marşına, amanlı sürücü. Bilirəm daydayın, amanlı sürücü, bastasın marşına, qarazından gəlir. Böyük məmnuniyyətlə söz verirəm Emin qardaşıma. Emin'dən xahiş edir ki, bir Şəki muğamını ifa eləsin. Buyur Emin. Şəkimizi, kəndimizi bir ürəkdən alqışlayaq. Eşq olsun başlayasın kəndinə. Şəki səni daima bad olasın, gündə səndə neçə canlar dolanır. Bahar müjdəsilə sevib sevilən, mehribanlar dolanır, mehribanlar dolanır. Öz qoynunda Səmohini yetirdin, Mustafa Bey'in akamı bitirdin. Cuma Rəhman şəfiqələr yetirdin.
Axundovlar, bəxtiyarlar dolanır, ipəyin elləri gəzir. Şöhrətin dilləri gəzir. Paxlavalı süfrələr bəzir, canım şəkim, gözüm şəkim. Hardadır sənin təkin, sən ömrümün baharsan. Xəlqimin iftixarsan, Ələddinin vüqarsan. Canım şəkim, gözüm şəkim. Hardadır sənin təkin, bağlarının qarı gözəl. Yegen uçak oynaşasın canımız. Şekil bizim yüreğimiz kanımız. Şekile helal olmuşum kanımız. Zinci gövher yoldu. Şekmin adı dinler ezber yoldu. Ahondolsa zinci gövher yoldu. Üç ayını görfen de hüner yoldu. Görfen ahın ne kadar hüner yoldu. Daim yaşayacak kahramanımız. Şekil bizim yüreğimiz kanımız. Şekile helal olmuşum kanımız. Aşılcıman sözünü, şəkil bütün şəhərlərin gözünü. Burada hər söz aşılcıman sözünü, şəkillə Azərbaycanın özünü. Qoyman olsun Azərbaycanımız, şəkil bizim ürəyimiz qanımız. Şəkiyə heyran olmuşuq hamımız. Var, ben eminim bir balaca adı var. Meyhananın lezzeti var, tadı var. Ben eminim bir balaca adı var. Elendin kimi onun ustadı var. Elendin kimi yolun ustadı var. Daim yaşayacak bu cavanımız. Şəkil bizim yüreğimiz kanımız. Şəkiyə heyran olmuşum hamımız. Nazlana nazlana, tuzlana tuzlana. Nazlana nazlana gelsin, tuzlana tuzlana. Nazlana nazlana, tuzlana tuzlana. Nazlana nazlana gelsin, tuzlana tuzlana. Korkuram ki yağış yana, örpen islana. Örpen islana, korkuram ki yağış yana, örpen islana. Örpen islana. Şir balkonunda Özlemde boynunda Deveşir balkonunda Şirmanlı bir barbar Esselese gül barbar Şirmanlı bir barbar Esselese gül barbar Gülümüne güzeydim Güllerine güzeydim O gülümüne güzeydim Bala güllerine güzeydim Kardeşimin toyunda Sındıra sındıra güzeydim Kardeşimin toyunda Sındıra sındıra güzeydim
Aktarmışam her yanı, dolanmışam her yanı, aktarmışam her yanı. Ayınımız eylanı, sene geçek yanı. Ayınımız eylanı, sene geçek yanı. Sene geçek yok yoktu, sene geçek yok yoktu, sene geçek yok yoktu, sene geçek yok yoktu. Benden ayrı dolanma, boynum vurup yuvama. Benden ayrı dolanma, boynum vurup yuvama.
başınız Etme dayan sözünler Canalar bakışınız Benim sende gözüm var Ay saçı salışır kız Gelme dayan sözüm var Sağlam balışır kız Gözlerinde gözüm var Yıktılar beni, özgesiyle bir tuttular beni. Yine tek aldım, attılar beni. Düştü gözümden, buralar dostum. Dostum dostum, sana var dostum. Aman benidir, yaralar dostum. Sevgile beklim, getirmeyin beni. Çok sesim başı, yaralar dostum. Seni gönlü başına oldu, benim ol gel
açılışında qeyd elədim ki, bugünkü bu gözəl tədbirin keçirilməsində xüsusilə Arazın, Elmarın, Turalın böyük əməyi var. Və təbii ki, onlar da kənd cəmaatının dəstəyi ilə eləyiblər. Arzu edənlər kimin nəyə gücü çatırsa, Araza, ya Turala, ya Elmara müraciət edə bilirlər və bu tədbirin keçirilməsinə sərf olunan xərclərdən əlavə qalan pulu kəndimizin bir xanımı dializ xəstəsidir. Biz belə qərara gəlmişik ki, o artıq pulu həmən xanıma yardım kimi təqdim edəyək. Xahiş edirəm, bu gözəl işdə hamınız Araza, Elmara, Turala dəstək olar. Kimin nəyə gücü çatırsa. Allah Teala bütün xəstələrimizə şəfa versin. Təbii ki, kim istəsə maraqlana bilər, mən həmən xəstənin adını burada qeyd eləmirəm. Yəni, kim bilmək istəyirsə, Arazdan, Turaldan elə mənim özümdən şəxsən soruşa bilər. Və Vüqarı böyük məmuriyyətlə musiqi meydana dəvət edirəm. Vüqar yaxın buyursun. Lotereya oyunumuz var. İndi isə istərdim böyük məmuriyyətlə lotereya oyununu keçirək. Vüqar yaxın buyur. bütün kənd cəmaatı. Lotereya oyununa başlayırıq, ama reklamlardan sonra. Hə, çıxar. Aş görün sen ağamda o. Hə, bir dənəsin, Bir dənəsin. Bura, köməklə. Aş görün. Deyirəm.
Ha ver ona. Bizim komşu. Deyim. Ha ver uşağa. Koy Bilsen saklasın. desədir. Rəqəm tanıysan? Abi kim uşağıdır? Han desədir. Mikrofona dinlə. Ha dayan. Tut. Getir. Tur alabileceğim. Haydi. Ben size bir tane çağır çıkardım. Bütün yiyərsən ha. Gəl bura. Bu sağ ol. Sen de yapma. Pul düş olacak ha. İki yersen. Sen de. Aşırı. Ha açmasın. Özü bakar. Atası baksın. Sen de çıkar. Sen 100 tane çağır var. 100 tane uşak lazım. Bir gəl. Hayır. Gel bura. Hani Gel. kim uşağı var abi? Gel bura. Bak uşak. Gel. Hadi gel diyorsun. Nova çekirin qırağa. Dala durun bu kamera çeksin bence. Gel bura. Gelsin çıkar. O durun. El bu sağ gelsin. Rekam Hadi bence. Çekin ya. Gel bura. Gel bura. Hatta alda dur. Gel. Geldi. Geldi. Hatta olacak. Arasını girmeyen hatta olacak. Hatta. Hala. Ha ver cükan olacak ver cükan dağılı. Rekam iki. Haber çekin daha o ne değil. Lata yapar uşaklara. Girmeyen sen rekama bak. İşi sağla bura. Ha bence tala dur. İşi var mı? Şey. Ama talanda dur. Hala. Hala. Söyle. Oraya. Ha beğenin, beğenin. Dala durun bir daha. Dala dur. Kes. Kes bir ya. Kes sen de bir kalktı dur. Koy çeksin ne bu? Rakamları itirmiyorsun. Hala. Hala. Bak çekeceksin. Dikkatli tut. Dala. O yine şey değil o. Kim var? Para düşer. Ben de ben. Aha uşaklar 200 lira bu bağda içinde. Almışsan. Hala. Hala. Ya. Beğen. Evet beğen. Evet beğen. Beğen. İki. Sana uşaklar. Evet beğen. Beğen. Hırtalara vermiş abi. Tura. Evet beğen. Ay Tura. Yarın uz yeri. Yarın uz yeri. Dağılın, dağılmasız verin. Evet beğen. Hayır o beğen. Hem yasak. Hem yasak. Hem yasak. Evet beğen. Evet beğen. 44-23 nömrəli lotariyaya kimdədirsə, xahiş edirəm bizə yaxınlaşsın. 44-23. Sen niye özünde kaldın? 23. Abi kaç? 44 23 ha. Ha nasıl abi? Ha, 23. Bu kızımız da. 44 yaxınlaşsın. Kimler uşaq anı be? Sen hiç oynamamda, sen uşağı yoktu. Bir daha bak uşağı gelsin orada. Bir daha bak uşağı gelsin. De. Uşaq var. Ortanı boşaldaq, xahiş edirəm. Dala durun. Yo, Eyşan'dan çıkıntı. Eyşan afiyeti Bir de gör ne diyeyim kardeş, karışık salmıyor. Eyşan gidip verdik, biraz bak uşaqlarına çıkmalıdır. Ana hasıdır. Abi bilmem, Abdülk'te orada her Eyşan gidecek. Orada bıçağın elinde. Ve Eyşan'ı ne arıyor? Eyşan yok, senin yok. Ne bu elma? Elma. Elma namından afiyeti verdi. Getir. Hala. Gidecek öyle sen de yener. Allah, sen ablakan çıkını gelersin, yapıyor. Geri. Gel abi. Uşaq deməli,
bu 44 ilə 23 rəqəminin xüsusi bir rəmzi var. 44 günlük vətən müharibəsinin və 23 sentyabr antiterror əməliyyatı hər birinizin xatirindədir. Bu nömrələrə xüsusi bir pul mükafatı var. Böyük məmnuniyyətlə uduşu sahiblərinə təqdim edirik. Aç. İhtiyaç açabilirsen. Aç abi. Sen durma durun. Sen de aç. Ayşaklar ne olur biraz daha bırak yani. Bunu da çıkar. 25 manat. 25 manat pul mükafatı. 44 günlük vətən müharibəsinin rəmzini daşıyan 44 rəqəmdir. Açıya bilərsiniz. Alqışlayaq və xahiş edirəm ortanı boşaldaq. Və indi isə lotereya oyunumuza başlayırıq. Cigara yapıyor, cigara. Yok. Cigara teşekkürler. Assalam. Dava durun. Bəli, uduşlar cibimdə paketlərə bölmüşüm və kollektivi. 450 manat pulun faizsiz henüz oynayın. Yox, belə bil ki, 8 dənə daş çıxartdı. Ola təzədən torbaya döküb, ola bir ardıcı xırda uduşdan yeni uduşa doğru çıxardacaq. Kimin bəxtinə düşə. Evet, doğab kösadan başlayırıq. Bir dənə daş çıxardı ortaya qoyacaq. Gəl. Yok. 50 lira. 60'ın da şekersi. 50 bin. Nerede? Götür oraya koy. 51 60 şimdi. Sen bir daha taş çıkar. Olan navrayma. Sağa çıkar. 7. Abi 7 işte nasıl çıktı burada? Gel. Gel buraya. 7 tutmuşum. Söz de olmalıymış ya. Bir daha taş. 7 sırat olmalı. Bunlar kalmadı da. Sen veremem sen. Rama ne eskatırmışsın? Yok 7 sırat. 60 lira. İyi. Şazıma da. Nerede bu kadar ya? 10. Bana müracaat et. Gel çağır zaten uyuyun. Gel taş çıkar da. Bak böyle bırak. Karıştır. Bak el uçal karıştır. Karıştır taş. Bir daha sen çıkar. Sen hepsini. 28. El uçal karıştır. Bak Evet o olsa. Bir tane sen çıkar. Bir tane. Bir tane getirmem çıkartma bu kadar. 2. Yok. Mantıkım bir tane yok. Ya yok. Geçen zaten 500 baş bir şey. Yok. Hiç tehlikeli kalır. Sen sevmez. Ben neçə almışım bu? Ha? Belki 51. Ha, uduşlar başlıyor. 50 min.
Ha, çıxar. Həm o lap camaatı dağıtır. İçində pul var. Get, çosa gəl. Bir dənə daş çıxardır. Dənə bir dənə. Bax. Bax, o camaata görsün. Yo, etsin qoymasın. Mavi. Hadi dağılın, haydi dağılın. Hə, nə ola dağılın, qıratdadır. 10 kimindir, 10 kim yazdır? Dəftərə baxalar. Özü burada olmayanlar da var. 3-4 tane rəqəm yazdıramıyor. Ala. Kimində? Gör onun qabağında kimin adı var? 50 bin olmaz. Kimse yazdırıp ki ya. Bura Süleyman. Mesela sen. Mesela 10. Bakıya düşürdü. Elşən Əfsər yazdırdı. Zəncirən oradan. Şörman ne kadar? Basma. Var. 20 manat. 20 manat. Koy çubuğu. Abi, taşım abi. Taşını. Taşora koydu. Evet, deyə. İkinci Evet, deyə. Allah. Bir dənə taşın var. Şimdi bu numara düşüyor. 51. 51 kimindir? Gəlsin orada. İkinci duş. Elvin yerine. Ha, senin hepsi varlığı. Elvin. Səməd daha nəvəsi Elvin. Ana uşağıyla oradaydı. Elvin! Oradadır. Vəziyyətine bağırdım o. Aras. Bak şuraya ne kadar? Allah Teala ver. 30 manat. Buyur adam. 30 manat. Bərəkət. İnsan ya bu kadar naksız gelmişler. Üçüncüdür. Hayır. Üçüncüdür. Gel. Yavaş sonra dur. Yedi kimindir? Elnur Təmraz. Elnur Təmraz. Bu vermiştir. Ne yazıyor? Bak şəkil. 52'de kim verse bu. Ona düşür. Elnur Təmraz bak 40 manat. Pulla hesablayın. Görün axırda 450 oldu. Dördüncüdür. Dayan bala düşer. Ama bana kızımı dinlersen. Karıştır çıkar. Tamam. 69. Gel bura. Abi neçədir baxıyor? Dəqiq. Tersine durarsın ha. Allah abi daş koy cemaat görsün. İlqar Fərman. 50 manat. Beşinci. Değerli. Ben cibindedir. Gel. Bir dənə. Sol kimi siyasi vermişsən? Kimə? Yox, dəftər 28. 28 kimin adı? Eyşən 5-6 tane daş yazdır ki bulun. Məhəmməd Cahan. Məhəmməd Cahan oğlu. Bu da cüzdan koy bu kadar.
Al. Bak şöyle. Bak. Aç koy bilsinler ne kadar. Şey yapalım. Bak bak. Ne kadar? 60 lira. Niye böyle diyemezsin? Abi neyse. Şu torbadan niye taşlar? Yo. O çıkarttı daha olmuş. Geç hadi. 60. 60 şimindi. 60 bu. Şadi Ahmet. Şadi Ahmet. Altı. Hem gol çeksin de. Dayanmazlar. 2 tane taş var. 70 ma. 70 ma. Sana değmez. Bakın herkes burada. 2 tane taş var. Koy bunları ya. Sadece ne kadar? Yok derdi abi yok. 70 var. 70. Derdi tutku yok. Bilmiyorum. 9 çıkar. Mecnun Xanlar. Mecnun Xanlar. Yoktur içeride. Mecnun. Gözler. Kola kraldır. Ay dede. Mecnun abdi için insan bir şey yapmadı. Ala bana aç. Abi o güzel yok. Bakın. Sen sanma. Mecnun Xanlar. Seysan. Abi zaman. Torbada kalan da. Yok. Sen bak torbadan gel. Kime? Torbada da ahırda kalan ikidir. Ne kadar diye. Aslan Ramiz. Aslan Ramiz var abi da. 60 ma. Alın. Aslan Ramiz 100 man. Gülşah. Dörtsüz çek. Bence çekçiden bile. Beni atıp gitti, ay etibarsın.
Eşkimi tək olsasın Xatirələr, xatirələr Eşkimi tək olsasın Xatirələr, xatirələr Xatirələr Ay xatirələr
deyir, soxdular məni